Salam dostlar, bugün sizə TikTok takipçi hiləsi necə edilir, onu ətraflı şəkildə və addım-addım izah edəcəm. Amma videonu mütləq sonuna qədər izləyin. Onu da qeyd edim ki, bu hilənin sizin hesabınıza heç bir zərəri yoxdur, hesabınızın ban olma riski yoxdur. Və sizdən bu hiləni tətbiq etmək üçün hesabınıza hər hansı bir proqram, uygulama yükləmək tələb olunmur telefonunuza, nə də hesabınızın şifrəsinə ehtiyac yoxdur. Mən sizə öz hesabımı göstərirəm və takipçiləri göstərirəm. Görürsünüz, hər birinin profil şəkli var və heç biri də bot takipçilər deyil. Və bunun sayəsində siz canlı yayın xidmətində aktiv edə bilərsiniz. Bu arada bu videomu bəyənən, kanalıma abunə olan və istifadəçi adını şərh qismində yazan hər kəsə 1000 TikTok takipçisi hədiyyə edəcəm. Və nə etməliyik biz bu hiləni aktiv etmək üçün? İlk növbədə istifadəçi adımızı kopyalayırıq. Ondan sonra biz ayarlar bölməsinə gəlirik və buradan ayarlar və gizliliyə gəlirik. Yenidən gizliliyə gəlirik. Hesabımızı mütləq şəkildə hər kəsə açıq edirik. Özəl hesab yazılan yeri var, o hər kəsə açıq olmalı. Gizli hesablara tətbiq edə bilmirsiniz. Və sonra biz Google-a daxil oluruq, axtarma yerinə takipçi.com yazıb bu sayta keçid edirik. Və buradan ən aşağı gələcəyik. Burada görürsünüz, bütün hilələr bölməsi var. Onu tapmalısınız və buradadır ən aşağıda. Bütün hilələr bölməsinə gəlirsiniz. Buradan TikTok hilələrinə gəlirsiniz və TikTok izləyici hiləsini seçirsiniz. Açılan yerə öz istifadəçi adınızı yapışdırırsınız, miqdarı seçirsiniz, günlük 1000 ədəd göndərə bilirsiniz. Azərbaycanlı takipçi istəyirsə Azərbaycan, xarici istəyirsə xaricini seçib göndər düyməsindən basdıqdan sonra 1 saat ərzində takipçilər sizin hesabınıza göndərilir.